Paytaxtın Xətai rayonunda oğurluq hadisəsi qeydə alınıb. Zərər çəkən polisə müraciət edərək mənzilindən 1300 manat nağd pul və 30 min manat dəyərində qızıl zinət əşyasının oğurlandığını bildirib. Xətai rayon polis idarəsi və 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları 46 yaşlı Aleksandriya Kakabir, 48 yaşlı Rusiya Slava, 40 yaşlı Sanikitse Daviti və 58 yaşlı Sabirabad rayon sakini Fikrət Səlimov saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər ard-arda bir neçə gün həmin ünvana gələrək orada yerləşən evləri müşahidə ediblər. Məhz həmin mənzildə heç kəsin olmadığını dəqiqləşdirəndən sonra içəri daxil olublar. Evi taladıqdan sonra isə qəsdən eyvanın qapısını qıraraq izi itirməyə, güya məhz bu yolla içəri daxil olduqları görüntüsünü yaratmağa çalışıblar. Dəstə üzvləri saxlanılmayacaqları təqdirdə oğurluq əməllərini davam etdirməyi öz aralarında planlaşdırıblar. Xətai rayonunda bir ev var, oraya gələcək. Gəldim mən də, biri açdı, ikisi bizdə dayanmışdıq. Qızıl götürüb gəlmişdilər. Tutulmasaydıq, Bakıya yenə oğurluğa davam edəcəkdik. Faktla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir.